Heyvan kəsimi məntəqələri öz fəaliyyətlərini davam etdirir. Kəsim məntəqələri əhalinin ət və ət məhsullarına olan tələbatının tam şəkildə qarşılanmasına imkan verir. Hazırda ət satışı bazarlarında, ticarət şəbəkələrində alıcılıq qabiliyyəti adi günlərdən də artıq səviyyədədir. Bildirmək istərdim ki, mağazalarımızda ət və ət məhsullarının satışı davam edir. Satışlarda heç bir azalma müşahidə olunur. Mağazalarımızda təchiz olunan ət məhsulları qida təhlükəsizliyi tələblərinə tam riayət olunur. Məhsullarımız baytarlıq ekspertizadan keçmiş halda, sənədləşdirilmiş, sertifikatlaşmış halda təchiz olunur və qida təhlükəsizliyi tələblərinə uyğun saxlanması və sərgilənməsi həyata keçirilir. Respublikanın baş dövlət baytarlıq müfəttişi, Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri Qalib Əbdüləliyev bildirib ki, kəsim müəssisələrində bütün təhlükəsizlik tələblərinə ciddi şəkildə əməl olunur. O, vətəndaşlara belə müəssisələrdə kəsilən ətin istehlakını tövsiyə edib. Heyvan kəsim və satışı məntəqələrində fəaliyyət normal şəkildə davam edir. Misal üçün göstərə bilərik ki, 2018-ci ildə əgər Respublikada 6-10 təqribən heyvan kəsim məntəqəsi mövcud idisə, hazırda bu məntəqələrin sayı 120-dən çoxdur və bu məntəqələrin potensialı ölkəni heyvan əti ilə təmin etməyə imkan verir. Ona görə də tövsiyələrimiz ondan ibarətdir ki, vətəndaşlarımız kəsim müəssisələrində kəsilmiş heyvanların ətindən istehlak etsinlər, ondan istifadə eləsinlər. Bu, onunla əlaqədardır ki, kəsim müəssisələrində ciddi baytarlıq sanitariya nəzarəti var. Bizim müfəttişlərimiz heyvanı kəsimdən qabaq müayinə eləyir. Əgər klinik formada və yaxud subklinik formada hər hansı xəstəlik şübhəsi aşkarlanarsa, mütləq həmin heyvan kəsimdən kənarlaşdırılır. Eyni zamanda heyvan kəsildikdən sonra da cəmdəyin baytarlıq sanitariya ekspertizası aparılır və ət müəyyən müddət soyudulmaq üçün saxlanılır. Bundan sonra müşahidə edici baytarlıq sənədləri vasitəsilə istehlak obyektlərinə və yaxud ticarət şəbəkəsinə yönəldilir. Bu, bazarların bağlanması ilə əlaqədar bu işdə hər hansı məhdudiyyət yoxdur. Qeyd edək ki, ölkə üzrə ət istehlakı əvvəlki qaydada davam edir. Satış məntəqələrində gündəlik olaraq alıcılar tərəfindən ət məhsullarına sabit tələbat müşahidə olunur. Agentlik tərəfindən istehlakçıların təhlükəsiz və keyfiyyətli məhsullarla təmin olunması məqsədi ilə nəzarət və monitorinq tədbirləri isə mütəmadi olaraq davam etdirilir.